Əgər influencer olmaq xəyalınız varsa, bu eynək sizi bu xəyalınıza daha da yaxınlaşdıracaq. Deməli, Meta və Ray-Ban'ın ortaq istehsalıdır bu eynək. Kameralı eynəkdir, kolonkalı eynəkdir, mikrofonlu eynəkdir. Bu eynəklə video paylaşsaz, story paylaşsaz, Instagram bu eynəklə paylaşılan storyləri, bu eynəklə paylaşılan reelsləri daha da önə çıxardır. Yəni bir növ reklam postu kimi qəbul edir. Hələ plus o postu editdə də editləsəz, daha da önə çıxacaq. Mənim seçdiyim bu eynək ikinci generasiyadır və şüşəsi xamilyondur. Yəni çölə çıxanda qaralır, evdə qapalı ortamlarda olanda ağarır və beləliklə siz gecə-gündüz istifadə eləmiş ola bilirsiniz, istifadə eləyə bilirsiniz. Deyim sizə ki, dünyanın ən zövqlü şeylərindən biridir. Bu eynəyi istifadə eləmək, telefonla danışmaq olsun, nə bilim zəngi açmaq olsun, mahnıya qulaq asmaq olsun. Yəni mənə çox zövq verir. Xüsusilə velosiped sürəndə də mən bu eynəkdən istifadə edirəm, çox xoşuma gəlir. Maşın sürəndə səsləndirir kimi zəng elədiyində və 2 dəfə toxunursunuz bu hissəyə və telefona cavab verirsiniz və yaxud basıb saxlayırsınız və təbii ki, bunları fərqliləşdirə bilərsiniz. Basıb saxlayırsınız, belə deyək, ad boy vermiş olursunuz. Mahnıya qulaq asmaq istəsəz və ya avtobusda, metroda reelsə baxmaq istəsəz, baxa bilirsiniz. Səsini çox versəz, əlbəttə ki, qıraqdakı adamlar da eşidir. Amma deyim sizə ki, böyük ehtimal telefon dövrünün sonu bax bu eynəklərlə gəlir. Mən bu eynəyi istifadə edib bitirəndən sonra Meta Ray-Ban Display almaq istəyirəm. Hansı ki, artıq onun ekranda, daha doğrusu şüşəsində ekranı da var. Amma hələ ki, bununla davam. Almaq istəyənlərə tövsiyə mütləq alın.